Möhtərəm ana, analar anası, özü möhtərəm, adı möhtərəm. Bizə xoş gəlmişsən, bax bu Mingəçevirə. Niyazinin ocağına. Çok sağ olun Mona kadasın olarak. Sizin adınız hardadır, ben özüm oraya çatırmalıyam. İkisi bir yerdə şəhər olur. Niyazi ile Behruz kardeş kim olurlar, çörek kesipler, birbirlerinden bir tane pastelde el olup ayak başı yaptılar. Böyle yatıplar, birbirlerinin bir lokmanı bölürler. Ahırda da bunların kanı, ikisinin kanı birbirine karıştı, maşında göl oldu. Canım kurban onların o zulümlü günlerine, tökülen kanlarına. Allah yerlerini behişt eylesin. Allah torpaqlarını qut tikim yumuşaq eləsin. Könüldə Allah sağdan versin, balalarım versin. Yerində, yurdunda. Toy olsun, nəvələri olsun, gəlin olsun. Amin, amin. Sağlamlıq arzulayıram bunlara, bol ruzi. O gün olsun, yazın balalarını xeyir işlərinə yığışar. İnşallah, Amin, inşallah. Ne qalıb ki? İnşallah, o da olacaq. O da olacaq. Allah rəhmət eləsin, dönə-dönə, sən də balana, Niyaz, bütün şəhidlərə. Elmanmadı. Onların da ruhu balalarının qorusun, balaların üstündə olsun həmişə. Mən ona inanıram. Onlar cismən yanımızda olmasalar da onların ruhu... Ruh əlbəttə, ruh deyil. Elə inanıram ki, könül bir gəlin, deyir uşağım ağır xəstələndi, hara qaçdı, ora bura. Deyir gecə yuxuda gördüm ki, bunu ziyarət aparmışam. Deyir sabah açılarken uşaqlarımı da götdüm, getdim Behruzun üstünə. Deyir getdim, dedim ki, Behruz, sənin ruhun mənim balama şəfayət olsun. Mənim balam yaxşı olsun, nəzir qoyacam. And içir, deyir getdim, 2 gündən sonra deyir uşağımın qızdırması da düşdü. Uşağım deyir gördüm, yavaş-yavaş yeyir. Elə irəli gəlir.